ümumiyyətlə bu sual tiplərini işləməyin qaydası var. O qayda nədir? Düsturu bilməkdən keçir. Əgər sənə verirsə, 3 xətt çəkməklə ən çoxu neçə hissəyə ayırmaq olar verirsə, düsturunu səhv eləmirəmsə keçən canlı yayımda demişdim. N kvadratı üstəgəl n üstəgəl 2 böl 2 düsturu ilə tapılacaq. Yəni, bu düstur hardan gəlir? Bu düstur riyaziyyatdan gəlir. Riyaziyyatda var ki, müstəvini düz xətt neçə hissəyə bölür, onu tapırsan. Ən çox deyəndə düstur olur həmişə 1 üstəgəl n üstəgəl n vurulsun n-1 böl 2. Bu düsturdur. İndi bu düsturda da bunları 2-yə gətirsən, bunu da vurub atsan, bu düstur alınacaq. Ona görə bu buradan gəlir, yəni onu göstərmək istədim. Bu riyaziyyatda müstəvi sualıdır. İndi burada da 3 xətt çəkməklə gətirsən n-in yerinə 3 qoyursan. N bərabərdir 3. N 3-dürsə, 3-ün kvadratı 9, üstəgəl 3, üstəgəl 2 böl 2. 9, üstəgəl 3, 12, 2-də 14. 14-ü də 2-yə böləndə 7. Demək ki, burada 3 xətt çəkməklə ən çox 7 hissəyə bölmək olar. Cavab C variantı olmuş olacaq.